Birinci nesil yayınlanan element bazası ne olmuştu? Elektron lampalar, bakım lampaları diyodlar kullanılan elektron lampalar cevap olursa varyantı. 41. Evlilerin hansı neslində algoritmik dillərdən istifadə edilməyə başlayıb, ikinci nəsildə algoritmik dillər istifadə olunmağa başlayıb və bunun sayəsində artıq kompüter mətnini emal etməyə başlayıb. 42. Proqramla idarə olunan ilk universal kompüter nə vaxt yaradılmışdı? 46. Üçüncü sualda. Evlilərin dördüncü nəslin element bazası nədir? Dördüncü nəslin element bazası bizlər və çibislər, yəni D variantı. İkinci nesil lehimlərin element bazası nədir? İkinci nesil element bazası yarım keçirici diodlar və tranzistorlar. Yəni A variant hər hansı birini verməyə kifayətdir. A, B kabul səhv yazılıb, abakdır bu. Abak nədir? Abak şotkadır. Yəni hesablamaq üçün istifadə olunan köhnə qədim bir formada olan hesablama qurğusudur. Abak. İlk əməliyyat sistemi ehimlərin neçənci nəsilində yaranmışdır? Əməliyyat sistemlər ehimlərin üçüncü nəslində yaranmışdır. Bu prinsipi əməliyyat sistemində asenkron rejimdə monitör klaviaturadır. Bu tip şeylərin hər biri üçüncü nəsildə yaranır. 46 oldu C variantı. 47. Tarixin söz niyə bu qədər deyəmədim? Tarixin ilk hesablama üçün hansı vasitədən istifadə olunmuşdu? Vasitə deyirsə artıq insanın əlidir. Qurğu desəydi şotqanı götürərdik. Vasitə deyildi insanın əli. Dördüncü əsr kompüterlərə xas olan göstərici hansılardır? Dördüncü nəsildə iş etibarlı güclü olur, qabartı ölçüləri xeyli kiçikdir, böyük və çox böyük integral sistem texnologiyası yaradılıb, elektron lampalar səhvdir, işləmə sürəti kiçikdir, səhvdir. Cavab olur 2 ilə 3. Yəni C var. Şirkətlərdən hansı daxili və əsas yaddaşın növlərinə aiddir? Daxili yaddaş təbii ki olacaq burada. 1. Daimi yaddaş, dəməli yaddaş, yəni RAM və ROM yaddaş B variantı. Gələcəklərinə baxmağa da ehtiyac yoxdur. Prosesor nədir? Prosesor kompüterin kompüteri idarə etmə qurğusudur və hesab məntiq qurğusudur. Hesab məntiq işlərini və idarə edən qurğu cavab olur B variantı. Əməli yaddaş silinən yaddaşda operativdə deyirlər. Yəni RAM yaddaş 51-də olur A variantı. Kompüterin qabart ölçülərinə və məhsuldarlığına görə hansı siniflərə bölünür? Artıq qabart ölçüləri və məhsuldarlığı deyir. Mikrokompüterləri götürə bilərik. Orta kompüter ölçüslərinə görə baxırıq da qabartı ölçü. 1, 2, mini kompüterləri də götürə bilərik, super kompüterlərdə. Fərdi kompüterlər bu neslə, bu dediyi sinifə daha doğrusu aid deyil. 1, 2, 3, 4 cavab olur D variantı. 53-cü sual. Kompüter arxitekturasının əsas tərkib hissələri hansılardır? Arxitekturanın əsas tərkib hissələri dedikdə, bura nələr aiddir? Hesab məntiq qurğuları, aparat vasitələri və proqram vasitələri. 1, 3, 4 cavab olur D variantı. Evlərin üçüncü nəslin element bazası integral mikrosxemlərdir. İntegral sxemlər də deyirlər ona. Cavab olur C variantı. 53D, 54C C variantı oldu. Xarici yaddaş qurğusu nə üçündür? Xarici yaddaş qurğusu uzun müddətli yadda saxlamaq üçün istifadə olunan yaddaş növüdür, qurğudur. Cavab oldu B variantı. Funksional baxımdan yaddaş 2 hissəyə bölünür. Funksional baxımdan 2 yerə bölünür. Daxili və xarici yaddaş. Cavab oldu B variantı. 55B, 56 B variantı. 57. Sistem interfeysi nə üçündür? Sistem interfeysi informasiya mübadiləsi yaradır. Yəni informasiyanın ötürülməsi üçündür. Cavab olur D variantı. 57-ci sual, cavab D variantı.
Kompüter mərkəzi və periferiya hissələrini əlaqələndirən vasitə nədir? Mərkəz və periferiya hissələrini əlaqələndirən vasitə sistem interfeysi. Cavab olur E variantı. Kompüterin iş etibarlığı deyilə nə başa düşülür? Onun müəyyən şərtlər daxilində öz xassələrini qoruyub saxlama imkanı. Yəni cavab olur D variantı. 13-cü sual. Mikroprosesorun əsas xarakteristikləri hansılardır? Mikroprosesorun əsas xarakteristiklarının takt tezliyi, mərtəbəliliyi və bu ikisini götürmək kifayət deməli yaddaşın tutumu deyil, bu uyğun gəlmir. Cavab olur 2-3, yəni B variantı. ROM nədir? ROM daimi yaddaşdır, yəni silinməyən yaddaş zavodu, fabrikdə beyinlə yüklənən yaddaş. Cavab olur E variantı, enerjidən asılı yaddaş deyil. Maqnit disk nədir? Hansı disk olur olsun? Disk nədir? Xarici yaddaş qurğusudur. Gözlə görülən bir yaddaş qurğusudur. Cavab olur D variantı. 53-cü sual. Monarxik birəy kompüterin mərkəz hissəsinə aid olmayanı seçin. Mərkəz hissəsinə aid olmayan təbii ki olacaq. Xarici yaddaş qrupları aidlardır. Mərkəzi də isə periferiya hissədir. Xarici yaddaş qrupusu kimi götürər. Kompüterin periferiya hissəsi hansı qruplardan ibarətdir? Periferiya deyirsə, daxil etmə, xaric etmə qrupları olar, xarici yaddaş qrupusu olar, idarə etmə pultu olar. 1, 3, 5. Cavab olar C variantı. Müvəqqəti yaddaş nədir? Müvəqqəti yaddaş operativ yaddaş da deyilir, yəni silinən yaddaşdır. Əməli yaddaş, yəni RAM yaddaşı D variantı. Aşağıdakılardan hansı proqram təminatıdır? Software. Proqram təminatı software. Nə qədər mövzumuz aparat təminatı olsa da burada proqram təminatını soruşub. O da software-yə aiddir. Daxili yaddaş başqa necə adlanır? Sual. Daxili yaddaş başqa necə adlanır? Daxili yaddaşa həm də əsas yaddaş deyirlər. Daxil dolan yaddaş, əsas dolan yaddaş kimi baxılır. E variantı. Hansı daxil etmə, xaric etmə qurğusu deyil? Prosesor nə daxil etmə, nə də xaric etmə qurğusudur. Kompüterin beynidir. Fərdi kompüter ehmları neçənci nəsildə yaranmışdır? Fərdi kompüterlərin kütləvi istehsalı və yaranması kompüterin 4-cü nəsilinə xas olan bir xüsusiyyətdir. Deməli 67E, 68E, 69 D variantı oldu. 70-ci sual. Ekranı birləşdirin. Qabartı ölçülərinə və məhsuldarlığına görə kompüter ehmların siniflərinə aid olanları müəyyən edin. Qabartı ölçüsü və məhsuldarlığına görə. Qabartı ölçüsü deyirsə, mini kompüterləri götürə bilərik və məhsuldarlığına görə. Aha. Superkompüterlər və terminallar götürmək olar burada. Terminallar tam edilməyəməz, amma mainframe-lara aktiv eləmək olar. Cavab olar 2, 4, 5. Yəni E variantı. Kârlıq bədəl.